ediblər. Bugün Sabirabad şəhər Nizami Gəncəvi adına 5 nömrəli tam orta ümumi təhsil məktəbində Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımı qurbanları xatirəsini yad etmək üçün toplaşmışdır. Tədbirimizə başlamazdan əvvəl gəlin birlikdə Xocalı şəhidlərinin əziz xatirəsini bir dəqiqə üstünlə yad edək. Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan Dünya tarixində bir çox faciələr baş vermiş, kədərli hadisələr yaşanmışdır. Bu faciələr, kədərli hadisələr içərisində Xocalı faciəsi daha böyük və kədərlidir. Yazıq və miskin maskalarını ataraq əsl simalarını göstərdilər. Bu simanın adı bütün vəhşiliyin, qəddarlığın fövqündə duran ermənilikdir. Hələ dünyaya gəlməyən körpəni belə qətl edən ermənilik. Xocalı Dağın Qarabağın ən mühüm şəhərlərindən biri idi. Keçib ürəklərində qalan oldunuz. Unutmaq olar mı sizi şəhidlər? Unutmaq olar mı sizi şəhidlər?